Salam izləyiciləri, bugün sizi Xırdalanda mərkəzdə icra hakimiyyətindən aşağı 2 mərtəbə 4 otaqlı həyət evi ilə tanış edirik. Evimiz təmirlidir. Qonaq otağından başladıq çəkilişə. Tam təmirlidir mənzilimiz, həyət evimiz. Qonaq otağıdır. Göstərik qonaq otağımız. İndi keçəcəyik dəhlizə. Dəhlizdən də bütün hamısını göstərəcəyik sizə. Qalan otaqları. Dəhlizdən göstəririk. Pilləkənlərini də göstəririk ikinci mərtəbəyə. Birinci mərtəbədə yerləşir mətbəxi. Göstəririk mətbəxin. Mətbəx mebeli qalacaq. Göstəririk. Aşağıda sanitar qovşağı var. Göstəririk sanitar qovşağında. Şkafları var. Pilləkənin altında. Çıxırıq ikinci mərtəbəsinə. İkinci mərtəbəsi ilə 3 otaqlı. 3 otağı da yuxarıda tanış edəcəyik. Sağda belə bir geniş yataq otağımız var. Baxın yataq otağımıza. Genişdir. Bir otaq da buradadır. Kifayət qədər ölçüdə, normal ölçüdədir. Göstəririk. Bir dənə belə bir normal ölçüdə bir otaq da buradadır. Eyvanıdır. Böyük eyvanı var. Bu da həyət evimizin həyətidir. 2 maşınlıq həyəti var, su çəni var. Göstəririk. Evimizi də göstəririk sizə. Yerləşdiyi yer Xırdalanda, icra hakimiyyətinin yanında 2 mərtəbə 4 otaqlı həyət evi. Kombi mətbəx mebeli qalacaq. Belə bir geniş həyəti var. Evimiz təmirlidir. Kupçası var. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza vaxtınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.